Kompüter virusları. Salam dostlar. Bugünkü dərsimizdə kompüter viruslarından danışacağıq. Sizcə viruslar nədir və kompüterə necə təsir göstərir? Gəlin birlikdə öyrənək, həm də viruslardan qorunmaq yollarını nəzərdən keçirək. Kompüter virusları nədir? Kompüter virusları zərərli proqramlardır. Onlar kompüterə daxil olub fayllarımıza, proqramlarımıza və hətta əməliyyat sistemimizə zərər verə bilirlər. Bəzən məlumatları silir, bəzən isə oğurlayırlar. Viruslar çox vaxt internetdən yüklədiyimiz fayllardan, elektron poçtlardakı əlavələrdən və ya yoluxmuş daşıyıcılardan yayılır. Virusların növləri. Troya virusları. Faydalı proqram kimi görünürlər, amma gizli şəkildə zərər verirlər. Uzaqdan idarə etmə utilitiləri. Kənardan kompüterə nəzarət edirlər. Casuslar, spyware. Şəxsi məlumatlarımızı oğurlayırlar. Reklam proqramları, adware. Kompüterimizi məcburi reklamlarla yükləyirlər. Virusun fəaliyyət ssenarisi. İndi bir virus kompüterdə necə fəaliyyət göstərir ona baxaq. İlk öncə yoluxa biləcəyi bütün proqramları tapır. Özünü həmin proqramların əvvəlinə və ya sonuna yazır. Əgər müəyyən edilmiş kritik tarix yetişibsə, dağıdıcı iş görür. Tarix yetişməyibsə, kiçik zərər verir. Məsələn, sərt diskdə bir sahəni şifrləyə bilir. Kompüterin virusa yoluxma əlamətləri. Bəs kompüterimizin virusa yoluxduğunu necə anlaya bilərik? Ekrana gözlənilməz məlumat və ya şəkillərin çıxması, naməlum səs siqnallarının verilməsi, CD-DVD sürücüsünün öz-özünə açılıb bağlanması, proqramların öz başına başlaması, kompüterin tez-tez ilişməsi, proqramların yavaş işləməsi, fayl və qovluqların yoxa çıxması və ya dəyişdirilməsi, sərt diskə tez-tez müraciət olunması, brauzerin qəribə davranması və asılması kimi əlamətlər kompüterin virusa yoluxduğunu göstərir. Viruslara qarşı tədbirlər. Əgər belə əlamətlər görsək, nə etməliyik? İlk növbədə kompüteri şəbəkədən və internetdən ayırırıq. Əməliyyat sistemi açılmırsa, CD və ya USB-dən yükləməyə çalışırıq. Sonra antivirus proqramını işə salıb, tam yoxlama aparırıq. Yekun. Beləliklə öyrəndik ki, kompüter virusları kompüterimizə ciddi zərər verə bilər. Onlardan qorunmaq üçün diqqətli olmalı, antivirus proqramlarından istifadə etməli və naməlum faylları açmamalıyıq. Ev tapşırığı. İnternetdən ən çox rast gəlinən 3 kompüter virusunun adını və xüsusiyyətlərini araşdırın. Dərsimiz burada sona çatır. Kompüterlərinizi qorumağı unutmayın. Sağ olun, növbəti dərsdə görüşənədək.